Hörmətli izləyicilərimiz, əziz şagirdlərimiz, əziz müəllimlərimiz, əziz valideynlərimiz, biz Çağdaş Təhsil komandası olaraq bu günlərim Azərbaycanımızın çox gözəl rayonu olan Samux rayonundayıq. Samux rayonunda biz olduğu müddətdə çoxlu sayda çəkilişlər eləmişik. Bugün isə qabaqcıl, nümunəvi və təqaüdlü olan müəllimlərdən birini demək olar ki, müəllim ailəsinə gəlmişik. Amma birinci İsa müəllim adını bizə deyirdilər. Qocaman müəllim kimi İsa müəllimi sizlərə təqdim eləmək istəyirəm. İsa müəllimin gəlini də müəllimdir, repetitor müəllimdir. O cümlədən də oğlu da Zahir müəllim də müəllimdir. Gəlinin adı da Bənövşə müəllimədir. Nəvəsi də çox gözəl oxuyur. Amma onlar haqqında çəkilişləri inşallah gələn dəfə eləyəcəyik. Amma Samux rayonumuz Əhmədbəyli kəndində çoxlu sayda şagirdlərdən, tələbələrdən sorğular apardıq. Hər kəs bizə İsa müəllim haqqında gözəl sözlər bildirdi. İstəyirəm ki, İsa müəllimi sizlərə təqdim eləmək istəyirəm. Adınız, soyadınız, yaxınlıq. Bayramov İsa İbrahimoğlu. Neçə il təhsil sahəsində çalışmışsınız müəllim? 48 il. 48 il mən təhsil sahəsində işləmişəm. Hansı fən tədris eləmişsiniz? Mən əvvəlcə 3 il Şamaxı rayonunda, Məlhəm kəndində, sonra isə öz kəndimizdə, doğma kəndimizdə, Əhmədbəyli kəndində, Samux rayonu Əhmədbəyli kəndi, milli qəhrəman Elton İskəndərov adına tam orta məktəbdə riyaziyyat müəllimi işləmişəm 2017-ci ilə qədər. Çox gözəl. 71-ci ildən, 1971-dən. Neçə il işləmişsiniz? 45 il. Burada 48 il mənim müəllim işləmişəm. Çox gözəl. İşlədiyiniz müddətdə vəzifədə işləmişsinizmi? Bəli. Vəzifədə təşkilatçı müavin, tədrisçilərlə müavin. Mən bir 10 il, 12 il bu doğma kəndimizdə məktəb direktoru işləmişəm. Bəli. Şamaxı rayonunda 3 il işləyəndə isə tədris direktoru müavin işləmişəm. Çox gözəl, çox gözəl. Sonra müəyyən təkliflərim olubdu. Mən qabaqcıl SSR dövründə qabaqcıl maarif xadimiyəm. Sonra müsabiqələr keçirilibdi. Rayon üzrə Xanlar rayonu baxanda baş müəllim adı almışam. Müəyyən məqalələrim çıxıbdı. Azərbaycan müəllimində, yerli qəzetlərdə, sonra Matematika şkole Moskvada çıxan jurnalda müəyyən təkliflərim çıxıbdı. Sonra Fizika Rəzət Tədrisi jurnalı var. Orada mənim məqaləm çıxıbdı. İndi hal-hazırda neçə yaşınızda müəllim? Hal-hazırda 81 yaşım var. Ay maşallah. Çox gözəl. Cavan oğlana oxşuyuram. Allah sizə ömür versin, sağ sağlıq versin. Bəli, inşallah sağlam qalmalısın. Çəkilişdən sonra mənə deyərsin inşallah. Allah sizə ömür versin. Neçə evladınız var müəllim? 3 evladım var. Adlar nədir evladlar? Biri Bayramova Nuriyə, böyük qızım. Nuri İsa qızı 1976-cı ildə doğulubdur. Hal-hazırda Musa Nağayev adına xəstəxana var Bakıda. Orada işləyir. Hal-hazırda orada işləyir. Oğlum, ondan kiçik olan Bayramov Coşqun İsaoğlu kimya, biologiya ixtisası üzrə quturum. Magistranda qutarıbdır. Amma elə belə bələdiyyə işləyir bu dəqiqə kəndin. Samux rayonunda Əhmədbəyli, Qarabağlılar, Çonadallı, Aşağı Asbəli bələdiyyənin sədridir hal-hazırda. Adı nədir oğlunuzun? Bayramov Coşqun İsaoğlu. Coşqun müəllimə, buna salamlar. 1977-ci il təvəllüdü. Çox gözəl. Zahir müəllim. Zahir müəllim də 1980-ci ildir. O da informatika riyaziyyat müəllimidir. Yoldaşı da informatika riyaziyyat müəllimidir. Coşqunun yoldaşı da kimya, biologiya müəllimidir. Demək olar ki, biz müəllim sistemidir burada. Hamımız müəllimik. Allah sizə ömür versin. Bugün 2025-ci il 19 dekabr tarixidir. Və bu kadrlara 10 il, 20 il sonra sizin nəvə nəticəniz baxanda sizi gözəl xatırlayacaqdılar. Onlara nə ürək sözlər deyə bilərsiniz? Mən istəyərəm ki, müəllimlərə yox, nəvə nəticələrinizə mən arzu edirəm ki, təhsil elə bir qüvvədir ki, bu qüvvənin qarşısını heç bir formada almaq olmaz. Əgər insanlar güclü təhsilə malik olsa, bütün dünyada əmramanlıq olur. Çox gözəl. Çağdaş Təhsil komandası olaraq biz sizə uzun ömür, can sağlığı arzu edirik. O gün olsun ki, inşallah biz də sizlərin inşallah 90-100 yaşınıza gələk gözəl çəkiş eləyək. Təşəkkürlər, minnətdaram, sağ olun.